Hər birinizə salam dostlar. Bugün sizlərə modpack'imizi necə yükləyə biləcəyinizi göstərəcəm. Əvvəla modpack'i yüklənməmişdən əvvəl iki dənə şeyə ehtiyacımız vardı. İlk Prism Launcher yükləyəcəksiniz. Bunu Discordda link olaraq atacağım sizə. Oradan linka basıb yükləyəcəksiniz. Bir də bu mods folderumuzdur. Bunu da Google Drive linkini verəcəm. Oradan gelib yükləyəcəksiniz. İlk Prism Launcher yükləyəndən sonra burada sizdə heç nə olmayacaq tabii ki də. Add instance atacaqsınız. Burada CurseForge'a gəlib modpack'in adını yazacaqsınız. Yəni Beyond Depth. Yox, burada Beyond Depth yazacaqsınız. Burada çıxır elə oka basın buradan. Bu başlayacaq özü yükləməyə. Bir dənə yeri olacaq. Oranı göstərmək istəyirəm sadəcə. Yükləməyəcəm bir də bütün modları təzədən. Deyib, indi məndə olduğuna görə burada deyir. Mən deyəcəm ki, yükləməsin, yəni mənimkini dəyişməsin. Siz bu Beyond Depth-i yükləyəndən sonra burada folder işarəsi gələcək, buna basacaqsınız. Minecraft'a girəcəksiniz, sonra mods'a basacaqsınız. Buradakı mods folderunu siləcəksiniz Pramoy 1.1 GB-da. Mənim sizə burada atdığım mods folderunu bura qoyacaqsınız, elə ki, dəyişdirəcəksiniz bu mods folderunu bir sözlə. Ondan sonra da heç nə. Buradan bağlayırsınız, sonra launch'a basırsınız, bu qədər.